severler. Bildiğimiz gibi artık bugün Muharrem ayının 7. günü. İmam Hüseyin Aleyhisselatü Vesselam'ın belə deyək, Allah'a verdiği imtihanın en ağır günleri bu gündən başlayır ki, bilirsiniz, Məl'un Ubeydullah ibn Ziyad'ın tapşırığı ilə İmam Hüseyin Aleyhisselatü Vesselam'ın belə deyək, çıxış yolu koymamaq üçün, hər tərəfli ona təzyiq etmək üçün Məl'un Ömər Sədə tapşırıq verərək bugün Muharrem ayının 7'si artıq Peyğəmbər Əhl-i Beytinin su yolunun kesilmək əmri verildi. Artıq bugündən nə tədarükləri vardı, o tədarüklərlə hərəkət etməyə başladılar və sonunda da Allah nəsib eləsə gələn günlərdə danışarıq. Yəni imamın və onun ətrafında olanların artıq bugündən su ilə əlaqələri kəsildi. Allah zalimlərə lənət edəsin. Allah Peyğəmbər Əhl-i Beytinə düşmən olanlara dünya və axirətdə lənət eləsin inşallah. Zaten Allah və onun Peyğəmbərin kəlamlarına diqqət eləsək, o şəxslər Allah tərəfindən lənətlənmiş şəxslərdir. Biz artıq neçə gündür mövzular üzərində danışırıq. Yəni və sonda da o mövzuların əsas və şərhini, izahını biz Kərbəlaya bağlayaraq Kərbəla qissəsi ilə, hadisəsi ilə şərh etməyə, təhlil etməyə gücümüz çatdığı qədər çalışır. Bugünkü mövzumuz da Allah Teala Kur'an-ı Kerim'də ayə ki oxudum xutbədə Bismillahirrahmanirrahim Qad əfləhə mən zəkkəhə nəfsini paklaştıran nicat tapdı. Allah Kur'an-ı Kerim'də vədə verir. Nəfsini pak edənlərə, nəfsini çirkabdan qoruyanlara və nəfsini çirkaba bulayan, günaha sürükləyən insanlar haqqında həmən ayənin ardında da Allah Teala buyurur ki, Mən və qad xabə mən dəssəhə onu, yəni nəfsi günaha batıran ziyana uğradı. Yəni zərərdən başqa bir şey əldə etmir. Əlbəttə, biz tarixə nəzər salsaq, görərik ki, o şəxslər ki, nəfsi ilə mübarizə aparmaq qüdrətində olublar, o insanlar həmişə istər məsumlar ola, istər qeyri-məsumlar, mömin, övliyalar, o şəxsləri görərik ki, Allah onları izzətli qərar verir. Nəfsini qoruya bilirsə, pəhrizkardırsa, o şəxs kasıb da ola bilər, varlı da ola bilər, vəzifəsiz də ola bilər, vəzifəli də ola bilər. Amma öz nəfsini daima qoruyan insan, pəhriz edən insan Allah tərəfindən izzətli qərar verilir. Amma o şəxslər ki, nəfsini günaha sürükləyiblər və o çirkablığa bulayıblar, onlar daima rüsvay olub və insanlar içində öz lazımı yerləri görüb və göstərib. Baxın, insanın həyatında düşmənlər çox ola bilər. Var insanın zahirdə olan düşmənləri, var batində olan düşmən. Mümkündür bir insan zahirdə olan düşməninə qalib gəlsin. Amma batində olan düşmənə qalib gəlmədikdə həmən şəxslər məğlub olunmuşlar cərgəsidir. Kərbəla hadisəsinə diqqət eləsək, zahirən Yezid Məl'un və onun sərkərdələri qalib idi.
və zahirən imam məğlub oldu, şəhid olundu. Yəni az bir insanla 30 bin ordunun qarşısında durmaq asan deyil. Amma batinen həqiqətdə isə Həzrət İmam Hüseyin əleyhissalam və Kərbəlada olanlar qalibidir. Tək Kərbəla yox, bütün haqq üzərində, yəni mübarizə aparanlar və ya batil üzərində mübarizə aparanlara diqqət eləsək, Peyğəmbərin dövründə və ya Peyğəmbərdən əvvəlki övliya və Peyğəmbərlərin dövrlərinə nəzər salsaq, o insanlar ki, haqq üzərində mübarizə aparıblar, yəni zahirdə, belə deyək, məğlub görüksələr də, amma həqiqətdə onlar qalib olmuşlardır. Zahirlə mübarizə aparmaq bəzən insana görürsüz ordu lazım olur mübarizə aparmaq üçün, kömək lazım olur. Amma batində mübarizə aparmaq usulu o insanın iradəsinə və imanına bağlı olan bir şeydir. Allaha etiqadına və Allaha ki biz dünən danışdıq ya ondan əvvəlki gün yəqin haqqında danışdıq. Yəqinin ölçüsünə qədər, yəni o nə qədərdirsə o qalibiyyət də o qədər olur. Baxın, Yusuf surəsindədir. Bilirsiniz, Həzrəti Yusuf ona qarşı olan o haqsızlıqlar və Züleyxanın ona qarşı atdığı o addımı Həzrəti Yusuf necə belə deyək münacatında Allah nə dedi? Dedi, məazəllah, Allaha sığınırım. Görürsünüz, özünün o nəfsin müqabilində, o düşmənin müqabilində qalib gəlməyindən danışmadı, yalnız və yalnız Allaha sığınıram. Yəni, əgər bir insan batinlə mübarizə apardıqda Allaha sığına bilsə, qalib ola bilər. Sığına bilməsə, bunu biləsiniz ki, və bilək ki, məğlub olmuş ola bilər. Əmirul Müminin Həzrəti Ali əleyhissalam buyurur ki, nəfsinə qalib gələn şəxs şəhərləri fəth edən sərkərdədən üstündür. Bir sərkərdə şəhərləri fəth eləsin, qalib olsun, az iş görmür. Əgər həqiqət üzərində mübarizə aparırsa, vuruşursa. Amma Əmirul Müminin ondan da üstün qərar verir bir insan. Baxın, bir sərkərdə bir məmləkəti xilas edir, bu az iş deyil. Amma buna rəğmən Əmirul Müminin onu müqayisə etdikdə deyir, bir insan öz nəfsini qalib olsa, öz nəfsi ilə mübarizə apara bilsə, şəhərləri fəth edən sərkərdədən üstündür Həzrət buyurur. Nəfsin fəthi isə insanın daxilində baş verir, Əmirul Müminin buyurur. Amma sərkərdənin fəthi isə zahirdə olan şeydir. Sərkərdə üçün ordu lazım olur. Silah lazım olur. İnsan lazım olur. Bütün belə deyək, müəyyən o vasitələrdən texnika lazım olur. Döyüş üçün müəyyən texnikalardan istifadə olunur. Görürsünüz, nə qədər şeylərlə istifadə, nə bilim, hansısa ölkələrlə müttəfiqlik edirsən, əlaqələrin olur, döyüşdə sənə dəstək olur. Görürsünüz, bunlar hamısı köməkdir. Amma nəfs belə bir varlıqdır ki, əgər bir insan ona qalib gəlsə, o daxildə olan şeydir, zahirdə olan şeydir. O da sənin və Allahın arasında olan bir gücdür, o da Əmirul Müminindir. Sən ki o gücü gəlirsən nəfsi və nəfs asan bir şeydir, evlər yıxır, insanları rüsva edir. O qədər güc, qüdrət sahibləri olub, zahirdə fəth etməyi bacarıblar, amma nəfslərinə güc gələ bilmədikləri üçün məğlub olublar. Fir'on kimilər, Nəmrud kimilər, onlar zahirdə qalib idilər və ya Yezid kimilər, Muaviyə kimilər və onun
dövründə Əbbasilər, Əməvilər, yəni o dövrün insanları, özlərini xəlifə adlandıranlar, onlar zahirən güc və qüdrət sahibi idilər, amma fəth edə bilirdilər, amma daxilən nəfslərinə güc gələ bilmədikləri üçün məğlub olub tarixin zibilliklərinə gedib düşüblər. Bugün istədiyin bir müsəlman haqqında, Yezid haqqında, hətta azacıq bəzən görürsünüz onlara Yezidə qarşı məhəbbəti olan insanlarla danışdıqda, deyildikdə ən azı onun səhv etdiyini qəbul edir. Görürsünüz? Yəni heç bir halda nəfsinə hakim olan insan, məğlub olan insan heç bir şəxs tərəfindən sevilmir. Peyğəmbər Əkrəm buyurur, nəfsi istəklərinə tabi olma, çünki o əvvəl səni rəhbər kimi göstərir, sonra isə səni əsir edir. Adam görürsünüz, dünya malına məhəbbəti olanda və ya vəzifədə olanda, üzr istəyirəm, nəfsi istəklər, şəhvət hissləri olanda insan özünü rəhbər kimi güc sahibi, qüdrətli bilir. Nə var? Birinin haqqını qəsb etməyə, birinin haqqını tapdalamağa, birinin abrusunu aparmağa gücün olanda. Və o an nəfs səni böyük sərkərdə rəhbər kimi nümayiş edir. Filan kəsin qılıncın qabağı da kəsir, dalı da kəsir. Deyim deyir. Onun da bir vaxtı var idi. O vaxtında güc sahibi, söz sahibi idi. Görürsünüz, onu eləmişdi rəhbər, amma zaman gəlir, onu özünə əsir edir və onun kim olduğunu artıq sonda hamı qəbul edir və təsdiqləyir. O da buyurur ki, nəfsə Peyğəmbər Əkrəm buyurur ki, qul olmayın, tabi olmayın. Elə şeytan bir kəndir salır insanın boynuna, nəyi yemək lazımdır, onu yedizdirir sənə. Nəyi içmək lazımdır, onu içizdirir sənə. Harada oturmaq lazımdır, orada otuzdurur səni. Daha baxmır, halaldır, haramdır, bu məclisdə oturmaq olar, olmaz, bu yeməyi yemək olar, olmaz, bu pulu almaq olar, olmaz. Yəni, sanki belə deyək, o idarə olunur. Niyə? Çünki sən artıq nəfsin qulu olursan, əsiri olursan, şeytanın əsirinə çevrilirsən. Həzrət sonra buyurur, nəfsə qarşı çıxmaq ağılın kamilliyindəndir. Ağıllı insan, aqil insanlar nəfsə qarşı çıxa bilərlər. Nəfslə mübarizə apara bilərlər. Və nəfslə mübarizə aparan insanlar da tarixdə ən uca zirvələrdə yer ala biliblər və alıblar. Ona itaət etmək cəhalətin əlamətlərindəndir. Kimlər idi nəfsə itaət edənlər? Biz Kərbəla, yəni Muharrem ayıdır, daima misalları Kərbaladan getirir. Yazid idi, nəfsinə itaət edən, görürsünüz, cəhalət içində qərq olunmuşdur. İçki aludəçisi, meymun oynadan, cahil və ya digər rəhbərliyi altında olan insanlar, o insanlar ki, sonacan Yezidin yanında oldular və imama qarşı vuruşdular, onlar cəhalət içində idilər. Amma elə insanlar da vardı, dünən danışdıq, Hür və digərləri və nə bilim kimlər, onlar da əvvəl cəhalətin içində idilər. Amma həqiqəti görəndən sonra, öz nəfsi ilə, özləri ilə hesabat aparandan sonra gördülər, yox, bu bizə fayda verməz, bizi rəzil və rüsva edəcək və o cəhalətdən çıxıb aqilliyi seçdilər, aqilliyə tərəf getdilər və onlara aqil insanlar, ağıllı insanlar.
Amma cahillər elə bugün də cahil kimi xatırlanır. Bugün də tarixdə cahil kimi hək olunublar. Həzrəti Ali əleyhissalam buyurur, bilin ki, günahla itaətsiz və günah itaətsiz və vəhşi atlar kimidir. Sən o günaha mindikdə hansı qapıya istəyər səni aparacaq? Hansı günahı görmək istəsə səni o qapıya aparacaq? O vəhşi heyvan at olur, görsən ona biri mindikdə hara gəlir onu çırpır, hansı istiqamata gəlir onu aparır. Az adam olur ki ona mindikdən sonra salamat düşə bilir. Salamat düşən insanlar bilirsiniz, günahdan xilas olan insanlar kimlərdir? O atdan rahatlıqla düşüb və sonradan ona yaxın getməyən insanlardır. Günahdan uzaqlaşıb təkrar günaha tərəf getməyən insanlar. Həzrət buyurur ki, vəhşi atlar kimidir? Günah, nəfsə itaət etmək. Nəfsə qul olarsan, bayaq dediyim kimi, hara istəsən, baxmayacaq, o qapıya getmək günahdır, haramdır. Başqasının qapısına getmək olmaz, başqasının namusuna baxmaq olmaz, başqa sözlər danışmaq olmaz, başqasının abrusunu aparmaq olmaz, başqasını aşağılamaq olmaz, söymək olmaz. Bunların heç nəyinə baxmayacaq. Necə o at dağa, daşa, kosa onu sürükləyib al qana buruyacaq. Əmin olun və olaq ki, bu hədisi əsasən bir insan günah etdikdə də heç nəyə baxmayacaq. Şeytan onu elə yerlərə aparacaq ki, elə yerlərə belə deyək, sürükləyəcək ki, necə o vəhşi at onun qol qabırğasını sındırıb onun bədənində o fəsadın izini qoyacaq. Günah da o cür bizim ruhumuzda, bizim mənəviyyatımızda o cür iz qoyacaq. Zaman lazım olacaq. Necə o xəstəliyi, o izləri zahirdə bədənindən təmizləmək üçün müalicə edirsən, dərman vurursan, müəyyən işlər görürsən, o günahlardan da çəkinmək üçün, nəfsə qalib gəlmək üçün təkrar sənə də müəyyən müalicələr, mənəvi müalicələr lazım olacaq, zaman lazım olacaq. Amma yetər ki, o atdan enə biləsən. Həzrət buyurur, günahkarlar onların üzərinə minməsinlər. Həmin atlar onları cəhənnəmə aparacaq. Sonu, günahın sonu haradır? Nəfsə itaət etməyin sonu haradır? Cəhənnəm. Mən bunu həmişə demişəm. Adam Quran ayələrinə baxır, hədislərə diqqət edir. Bəlkə bu sözü elə siz də məndən eşitmişsiniz. Vallahi nəfslə mübarizə aparmaq asan deyil. Rahatdır danışmaq. Amma mübarizə aparmaq çox çətindir. Çox çətindir onunla mübarizə aparmaq. Hər insanın işi deyil halal harama diqqət eləmək. Hər insanın işi deyil nəfsi ilə mübarizə aparmaq. Hər insanın işi deyil günahla üz-üzə dayanasan və üzüvü ondan çəkindirəsən və ondan uzaq olasan. Evlər dediyim kimi yıxıb, insanların belin yerə vurub, elə insanları rüsva edib. Təsəvvür edin, o Yusuf günahdan qaçdıqda Allah onun üzünə 7 qapı açdı. Həmən Yusuf deyir ki, mən heç vaxt öz nəfsimə əmin olmuram, arxain olmuram. Çünki nəfs insanı pisliklərə aparır, sürükləyir. Ən çox da bilirsiniz, kimi haqlayır? O deyir, məni aldada bilməz. Filan iş nədir? Sən ondan əl çəkə bilmirsən. Filan günah nədir? Ondan əl çəkə bilmirsən. Nə var onu tərk etməyə? Bəzən görürsən ki, Allah səni o işlə imtihan edir. O an bilirsən ki, doğrudan çətindir, asan deyil. O Həzrəti Züleyxa
Həzrəti Yusufun qissəsini xanımlara danışanda gülürdülər ki, Züleyxaya belə də məsxərə edirdilər. Görürsünüz, o xanımlara ki, bir bıçaq verdi, meyvə verdi. O xanımlar Yusufu gördükdə nəfs onları elə ağılların başından apardı, meyvəni doğramaqdan əllərini doğradılar. Yəni, asan deyil nəfslə mübarizə aparmaq. Amma gücümüz çatdığı qədər gərək ayıq olaq. O, bilirsiniz, hədislərdə var, eşitmişsiniz və danışmışam da, Həzrət Peyğəmbər döyüşdə qayıtdıqda dedi, kiçik cihaddan nə qədər insan həlak olmuşdu, yaralanmışdı, şəhid olmuşdu. İndi qaldı böyük cihad. Böyük cihad yəni qənimətlərin bölünməsi. İndi qaldı böyük cihad. Dedilər, ya Resulallah, biz bu qədər qan tökmüşük, insan itkisi olub və insanlar bədən üzvlərini itiriblər. Sən ona kiçik cihad, buna böyük cihad deyirsən. Dedi, bəli, ən böyük cihad nəfslə mübarizə. Ola bilər, vuruşasan, düşmənə qarşı qalib olasan, amma qənimətə görə mömin qardaşıma qarşı düşmən olasan, Peyğəmbərimə qarşı asi olasan. Nəfs elə bir düşməndir ki, daima səninlədir. Kənar olan düşmənlə mübarizə apara bilirsən, mümkündür. Və ya bəzən bir saat sənlə olur, qalan saatları sənlə olmur. Bir gün sənlə olur düşmənin, 10 gün sənlə olmur. Amma o nəfs elə bir nəfsdir ki, yatanda da sən, elə bir düşməndir ki, yatanda da sənləndir, duranda da, ayıq olanda da. Yatanda da səni aldada bilir, ayıq olanda da aldada bilir. Bunun üçün mütləq şəkildə insan gərək daima onun müqabilində hazırlıqlı və ayıq olan. Həzrət sonra buyurur ki, təqva isə ram edilmiş miniklər kimidir. Sahiblərini cənnətə tərəf aparacaq. Yaxşı iş görməyə nə var? Xeyrxah iş görəsən, o iş ixlasla görəsən, o iş səni cənnətə aparacaq və onun mükafatını Allahdan alacaqsın. Əmirul Müminin Həzrəti Əli əleyhissalam bir gün Küfə bazarına girmişdi. Gördü bazarda insanlar alver edirlər. Bir-birinə qarşı belə deyək, fərqli davranırlar. Nəfsi istəklərinə görə. Görürsünüz, bizdə də olur. Bazara gedirsən, elə yalan and içir, elə səni belə aldatmağı rahatlıqla aldadır. Nəfs onu elə ağlın başından alıb yetər ki, o şeyi sənə satsın, bütün yalan və andları içməyə hazır olur. Gördü ki, bazarda cəmaat bir-biri ilə alver edir, amma bir-birini də aldadırlar. Bir-birinə qarşı fərqli davranışları var. Həzrət bunu görəndən sonra qaldı üzü qəbristanlığa tərəf. Baxın, bizə bu hədisi ilə Əmirul Müminin dünyanın və ya nəfsi istəklərinin heç olmasını, puç olmasını çatdırmağa çalışır. Və qəbristanlığa tərəf gedib qəbirlərə elə xitab etdi. Ey qəbristanlıq əhli, ey burada yatanlar, hansı ki o qəbristanlıqda hər təbəqədə insan var. Baxın, gedəyin qəbristanlığa bir-birində o əvvəl başdaşı yox idi, indi başdaşlarına baxaq. O dövründə elə insanlar olub, yaxşılıq ediblər, onun başdaşına baxan kimi, yaxşı kimi xatırlanır. O insanlar ki, qəddar, zalim, halal harama baxmırlar, insanlara qarşı haksızlıq ediblər, insanlara qarşı fərqli davranıblar, onları da görəcəksiniz. Vəzifədə olanları da görərsiniz, fəhləlik edib dünyana köçəni də görəcəksiniz. Hər təbəqədə qəbristanlıq elə bir yerdir. Həzrət Peyğəmbər o da deyir ki, gedin qəbirləri ziyarət edin, onlar sizə ahirəti xatırladır. Gedirsən, baxırsan, İstəyirsən ibrət götürəsən, bax ki, qəbristanlığa, filan kəs 5 il, 10 il bundan qabaq bu qəsəbədə, bu kətdə 1000 oyundan 1000 zülm edirdi cəmaata. Axı, indi uzanıb əlindən də heç nə gəlmir. Dünya bundan ibarətdir. Bunun üçün vuruşurdu dünyada.
Bunun için yığırdı, yığıştıra bilmirdi, cemaatin hakkını qəsb edirdi, halal harama baxmırdı. Nəfs onun ağlın başından almışdı. Bax o qəbrə özün üçün ibrət götür. Həzrət də dedi, ey qəbristanlıq əhli, evlərinizdə başqaları yaşayır. O qədər belə deyək, söz sahibi olanlar və böyük evləri olan insanlar olub, sonda ya satır, ya bir bəla ona üz verir, nə bilim, evi əlindən çıxıb başqası yaşayır. Və ya özü dünyadan köçür, övladı yaşayır. Özü yaşamır. Dedi, evlərinizdə başqaları yaşayır. O evləriniz üçün qan edirdiniz, insanlara zülm edirdiniz, o evi toplamaq üçün daha halal harama baxmırdınız, öz ibarəmizlə desək. O evlərdə indi başqaları yaşayır. Sizin deyil. Həyat yoldaşlarınızla başqaları ilə ailə qurur. Mən belə deyək, bilmirəm yeridir, yeri deyil. Mən adam tanıyıram, andol Allaha, xanımı can alında olduğu vaxtda, hələ dünyadan köçməyib, ikinci xanım üçün adam göndərib ki, hə, elçi gün hazırlığını görür. Yəni, dünya bundan ibarətdir. Biz bu hədisi oxuyuruq. Bəzən həyatda da biz bunu görürük. Bu hədis bizim üçün adi gəlməsin. İndi bunu mən əgər görmüşəmsə, yəqin sizlərdən də görən olur. Dedi, ey qəbristanlıq əhli, evlərinizdə başqaları oturub yaşayır, ailələrinizlə də, yəni dünyadan kişi əgər dünyadan köçübsə, xanımı başqası ilə ailə qurub, xanım dünyadan köçübsə, kişi başqası ilə ailə qurub. Sonra buyurdu ki, ey qəbristanlıq əhli, bizdən xəbər bu qədər. Deyin görək, sizdə nə xəbər var? Həzrət sonra cemaata üzün tutdu, dedi, əgər bunlara danışmaq izni verilsəydi, deyərdilər ki, ən yaxşı azuqə təqvadır, nəfsə qalib gəlməkdir, Allahdan həya etməkdir. Nə böyük ev, nə ailənin çox olmağı, nə övladın çox olmağı, nə pulun çox olmağı, nə vəzifənin olmağı insana sonda heç bir fayda vermir. Bu halda verər ki, يَوْمَ لَا يَنْفَوْ مَالٌ وَلَا بَنُوتَ İlla bi qalbin səlim. Qiyamət günü nə onların övladları, nə malları onlara fayda verməz. Yalnız qəlbi səlim, sağlam olan insanlardan başqa. Əgər sənin nəfsivə qalib gələ bilirsənsə, əlbəttə sənin dünya malın da, sənin övladların da sənə fayda verər. Mənim əzizlərim, bugünkü gündə elə bir şəxsdən danışmaq istəyirəm ki, o da məsum olmasa da, amma məsumun qardaşı və məsumun övladıdır. Həzrəti Əbbas əleyhissalam. O elə bir şəxsdir ki, nəfslə necə mübarizə aparmaq lazımdır və ya Allaha tərəf cənnəti əldə etmək, o bayaq dediyim kimi yaxşı əməllər, xoş minik kimidirlər, onlar sizi cənnətə aparacaqlar. Həzrəti Əbbas o şəxsiyyətlərdən idi ki, o seçimi rahatlıqla edə bildi. Həzrəti Əbbas İmam Hüseyin əleyhissalatu vəssalamın qardaşı idi. Bilirsiniz, Şimir məlun Həzrəti Əbbasın anası Ummul Bənin Bəni Kilab tayfasından idi və Şimir də Bəni Kilabdan idi. Gəldi Həzrəti Əbəlfəzl Əbbas üçün əmənnamə gətirdi və ona dedi ki, sən Hüseyni tərk et, sənin üçün əmənnamə gətirmişim. Baxın, bir insan elə bir çətin andadır ki, 3 gündür susuzdur. Və İmam Hüseyin əleyhissalatu vəssalamın balaları üçün su gətirən şəxs idi. 3 gündür
artıq gücü, qüdrəti də yoxdur ki, imamın balaları üçün su gətirər. Zahirən deyək, aciz qalır. Amma Həzrət öz nəfsinə qalib gələ bildi. Seçimin düzgün edə bildi. Nəfsinə hakim ola bildi. Kimir gəldikdə ki, ona hanı mənim bacım oğlanları, mən onlar üçün əmannamə gətirmişəm. İnanın, bütün körpələr, qız gəlinlər narahat oldular, pərişan oldular. Çünki onlar o qədər Həzrəti Əbəlfəzə inanırdılar, güvənirdilər. Hətta İmam Hüseyin əleyhissalatu vesselam balalarını meydana verdikdə və Həzrət Əbbasın olmadığını hiss edirdi. Çağırırdı qardaşını və onun o boşluğunu hiss edirdi. Elə bir qardaş idi, elə bir insan. Həzrət Əbbas su üçün getdikdə gördü ki, qız, gəlin susuzdur. Su üçün getdikdə, bilirsiniz, düşmən ona qarşı hücum etdi və Həzrəti Əbəlfəzl Əbbas düşmənlə üz-üzə gəldikdə yazırlar ki, Həzrəti Əbəlfəzin sağ qolunu düşmən qılıncla kəsdi. Həzrət tuluğu sol qolunu aldı. Yazırlar, biraz gedəndən sonra qabağa Həzrətin sol qolunu da kəsdikdə Həzrət tuluğu öz ağzına alaraq dişləri ilə tuturdu. Qolsuz, amma istəyirdi ki, o suyu, o xanım Rüqəyyə kimi, Əli Əsxər kimi susuz qalan balalara, su deyən balalara su aparsın, çatdırsın. Düşmən gördü, bunu məğlub etmək olmur. Dedilər, necə onu məğlub edək? Dedi, istəyirsinizsə Əlinin oğlunun Əbbası atdan yerə yıxasınız, onu məğlub edəsiniz, onu məyus edəsiniz, vurun o su tuluğunu deşin, o su yerə tökülsün, o özü atdan yerə yıxılacaq. Yazırlar, vurdular, su tuluğunu deşdilər, su yerə töküləndən sonra Həzrəti Əbbas qollar yox, artıq gözündən də ox yarəsini aldı, atın üzərindən üz üstə yerə yıxıldı. İnsanın bir qolu olar, yerə yıxılanda bir yerdən tutur. Amma Həzrəti Əbbasın qolları yoxudur, üz üstə yazırlar yerə yıxıldı. Çağırdı qardaşı Hüseyin, həmişə Əbu Abdullah Hüseyin, imamım, ağam deyə deyərdi. Qardaşı Hüseyini çağırdı, qardaş olaraq çağırdı. İmam Hüseyin əleyhissalatu vesselam gəldi. Dedi, qardaş, kaş suyu götürüb mən balalarımı aparıb çatdıra biləydim. Gördü ki, Həzrəti Əbəlfəzin gözündən yaş dökülür. Qardaşım Əbbas, niyə ağlayırsan? Dedi, ağlayıram. Kaş mən öləndən sonra mənim məzlum imamım, mənim qardaşım nə hala qalacaq və nə müsibətlər onu gözləyir. Və bir də qardaş, kaş mənim iki qollarım olaydı, sən məni qucaqladığın kimi mən də səni qucaqlayaydım. Əla lənətullahi ələl qovməz zalimin. Gəldim hər aya qardaş, gəldim hər aya qardaş, ey qəhrəman Əbəlfəz. Əbəlfəz məni çağırdı. Hər ayıma gəlmişəm qardaş, gəldim hər aya qardaş,
ey kahraman da Belfast. Sındı benim gamımdan.